Şok. 20 il birinci sonsuzluq. İndiyə qədər çox həkimlər gəzir. Öz dediyi, heç bir həkim bundan boru yoxlama istəməyib. Bir dəfə deyir, Gürcistan'da deyir, təklif edirlər ki, borular yoxdur. Və siz niyə razı olmadınız? Onda imkanınız olmadı. İmkan olmadı. Sözü vəsait tələb edən şeylərdir. Və eyni zamanda gedir ki, yoldaşında da biraz faiz problemi var. 20 ildə alma, 20 ildə boruları yoxlama, yəni ilk dəfə rastlaşdım. 10 il eşitmişdim, 8 ilimiz olmuşdu ki, boru yoxlaması, amma 20 ildə inşallah bu dərmanı vurarıq, boruları açıq olmuş olar, tez bir zamanda hamilə qalar, amin inşallah. Bu müayinənin nəticəsini belə gözüm dörd gözlə baxırdım monitora, çünki görə 20 ilin nəticəsi nədir? Hər iki boru açıq izləndir. Düzdür, biraz ləkkəkdir, sağ tərəf, amma hər iki boru çox şükür açıq izləndir. İndi qaldı yumurtalıları biraz aktivləşdirmək. Necə yaşınız vardı? 46. 46 yaşımız var, yaş da biraz baya var. Yoldaşın da faizinə biraz əl gəzirək, inşallah.